Masallıda isə oksigen balonunun partlaması faciəyə səbəb olub. Partlayış nəticəsində balonun dəmir parçaları yaxınlıqdan keçən 2 yeniyetməni də yaralayıb. Hadisədə 2 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb. Partlayış hadisəsi ötən gün saat 15:50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Bəşir Mirzəbadoğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə 50 yaşlı Gülağa Mirzəoğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb. Güclü partlayış nəticəsində qaynaqçı hadisə yerindəcə faciəvi şəkildə dünyasını dəyişib. Partlayış baş verən zaman hissələrə bölünən oksigen balonunun dəmir parçaları yaxınlıqdan keçən kənd sakinləri 17 yaşlı Siman Füqaroğlu Əliyev və onun həmyaşıdı Famil Habiloğlu Sadıqovun bədəninin müxtəlif yerlərini dəyərək onlara ağır xəsarət yetirib. Çoxlu qan itirən yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Famil Sadıqov çoxlu qan itirdiyindən 2 saat sonra xəstəxanada dünyasını dəyişib. Siman Əliyevin də vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, hər iki yeniyetmə yerli məktəbin 11-ci sinif şagirdidir. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Pərviz Hüseynov, Samir Sadıqov, Elvin Habiloğlu, Space, Masallı.